Ləzginkanı görmüsünüz belə-belə oynayırlar və yaxud da ki, milli rəqsdə ayaq çox istifadə olunur. Əslində bu həmin xalqın mədəniyyətindən qaynaqlanır. Necə? Türklər, yəni bizim kimi türk xalqları böyük ölçüdə köçəri idilər və bizim ən əsas heyvanımız bir növ atdır. Ona görə ayaqlarımız atı yamsılayır. Monqol rəqslərinə baxın, onlar da belədir. Böyük ölçüdə belədir. Təbii ki, bəzi Altay xalqları var. Onlar oynayanda belə-belə oynayır. Yəni bir növ qartalı göstərirlər. Ləzgilər də və digər Qafqaz xalqları da bir növ qartalı önəmli bir heyvan kimi gördüyünə görə onlar əslində imitasiya edir rəqslərə. Din və bu formada eləyir və çox da gözəl və estetik görsənir ki, mən aşiqəm Ləzginkanın. Yeni şey milli rəqs üstündə keçərlidir. Yəni ayaqlarla oynadılar. Bəzi xalqlarda isə qadın kimi oynayırlar, çünki o incəliyi və zərafəti göstərir. Məsəl üçün İranda bir çox rəqs görmüşdüm ki, belədir. Əslində oradan qaynaqlanır. Yəni rəqs bir növ imitasiyadır. Ya insanın, yəni başqa bir insanın, ya heyvanın imitasiyasıdır, ya da hətta təbiətin bir imitasiyası var. Yəni təbiəti yamsılayır. Hansısa bir prosesi yamsılayan rəqslər də var. Məsələn, Tibetdə hansısa bir rəqs növü bir peşənin gördüyü işi yamsılayır bu formada. Məsələn, nehrə çalxalamağı yamsılayan rəqslər var. Buna görə də əslində rəqs bir növ həyatın daha sistematik və incə formada yenidən insanlara çatdırılmasıdır.